Deməli, birinci testə baxırıq. We elect the president. Bizə bura qədər lazımdır. Sizə tamamlığa qədər. Tamamlıqdan sonra onsuz da eyni qalacaq. Əvvəl nəyə keçirdirəm? Prezidenti. Prezident təkdədir. Keçirdirəm əvvələ. Onsuz da bunlarda hamısında prezident əvvəldir. Burada problem yoxdur. Cümlənin feilinə baxıram. Elect. Elect hansı zamandadır? İndiki sadə zamandadır. Present simple-ın düsturu nə idi? İncə dediyimiz kimi am is are plus verb 3. Present təkdə ona görə işlənəcək is. Has burada səhvdir, was səhvdir. Burada ümumiyyətlə iş yoxdur. Burada da ümumiyyətlə iş yoxdur, amma burada is var. Elected heç mübtədanı da vermir. Amma mübtədanı versəydi nə ilə verərdi? Bura bir dənə yazardı. By məsəl üçün as yazsaydı, bu da mübtədanı vermiş olardı. İndi ikinci sualı izah edirəm. A few pictures mübtəda. Decorate xəbər, the room tamamlıq. Əvvəl nəyə keçirdirəm? The room-u. The room bütöv halda keçir əvvəl. Ona görə C variantını və D variantını çıxıram. A-nın B-nin Y-nin arasında qalıram. Cümlənin feilinə baxıram. Decorate indiki zamanda. İndiki zaman düsturu nə idi? Am, is, are plus verb 3. A-da yoxdur. Ümumiyyətlə çıxdım. Y-də was çıxdım. Qaldı bir nə? B variantı. Gəlin dördüncü suala baxaq. Biraz fərqli keçmiş zamana uyğundur. The company mübtəda. Accepted xəbər. Some new project tamamlıq. Əvvələ nə keçirdirəm? Some new project-dir. Keçdi əvvəl. Ona görə A variantını çıxdım və C variantını çıxdım. Some new project-dən baxıram. Cəmdədir. Accepted keçmiş zamandadır. Keçmiş zaman düsturu nədir? Was, were plus verb 3. Ona görə B-də ümumiyyətcə yoxdur deyə çıxdım. A ilə C-ni bayaq çıxmışdım. D ilə Y-nin arasında qaldım. Y-də də yenə are var. Bunda çıxdım. Bizə was, were plus verb 3 lazım. Ona görə qalır cavab nə? D variantı. Bəli, afərin sizə. Məsəl üçün, burada baxaq biraz fərqli olan suallar. Tutaq ki, hansı sual var? Məsələn, 12-ci sual. Fərqli deyil də yenə məsələn, o tipdədir. The girl mübtəda, left xəbər, the notes tamamlıq. Əvvəl nə keçir? The notes. Ona görə B variantını çıxıram. Left keçmiş zamanda olduğuna görə bizə nə lazımdır? Was ya da were. Was, were plus verb 3 lazımdır. B-ni çıxmışdım, C ilə D-də yoxdur deyə çıxıram. A ilə Y-nin arasında qaldım həmin. A ilə Y-nin fərqi nədir? Birində bin var. Mən düsturda bin vermişdim was were-ın üstündə. Xeyr, verməmişdim. Ona görə A ümumiyyətcə nədir? Səhvdir. Qalır nə? Y variantı. Elə fərqli sual 13-cü sualdır. Will change. Z mübtəda. Will change xəbər. The decision tamamlıq. Əvvəl nə keçirdirəm? Z decision-ı keçirdirəm. Z decision-ı keçirdirəmsə, bəli, D variantını avtomatik çıxıram. Will gələcək zamandır. Gələcək zaman düsturu nədir? Shall will plus be plus verb 3. Yəni bizə nə lazımdır? Be. A-da ümumiyyətlə shall will yoxdur deyə çıxdım. D-ni bayaq çıxmışdım. C-də will be change ola bilər qalsın. C variantında B-si yoxdur. B variantı qaldı, amma C-də B-si yoxdur. Y-də də elə B yoxdur. Qaldı nə? B variantı. Decision will be changed. Qərar dəyişdirildi. Kimin tərəfindən dəyişdirildiyi məlum olmadı. Adı üstündə məchun növdə odur ki, hərəkəti eləyən məlum olmasın. Amma əgər vermək istəsəydim, mübtəda nə ilə verərdim? By zemlə verə bilərdimmi? By zem. Bəli, verə bilərdik. Burası biraz fərqli sual. Məsəl üçün, burada 17-ci sual var. Bu suala biraz baxın, maraqlı sualdır. 17-ci sualda he read a new articles. Tamamlığımız nədir? A new articles. Elə hamısı sonsuzda a new articles'dır. Cümlənin feilinə baxıram. Read. Aşağılar, read feili hər üç formada o eynidir. Read, read, read. Bəs hardan bilərəm ki, keçmişdimi, indikidirmi? Oradan bilərəm ki, əgər he necə şəxsdir, tək şəxsdir. Əgər indiki zamanda olsaydı feilin artırılmış olardı. S. He reads olar. Deməli, bu hansı zamandadır? Keçmiş zamandadır. Keçmiş zaman düsturu nə idi? Was, were idi. Elə deyilmi? O da A-da var, D-də var. Aynen D-nin fərqi nədir? A-da bin var. Bin artıra bilirdik biz keçmiş sadə zamanda. Xeyr. Was, were plus verb 3 idi. Cavab nə olur? D variantı olur. Yəni 18 də fərqli sualdır. Z mübtəda have planted xəbər, the fields tamamlıq. Əvvəl nə keçirdirəm? The fields-i. Keçdi əvvələ. Sonra baxıram xəbərimizdə bitmiş zamandadır. Bitmiş zaman düsturu nə idi? Have has plus been plus verb 3. Bəli, D gedir, were var. Hədd ola bilməz. C ilə E də gedir. Aynen B-nin arasında qaldı. Mən dedim, nə artırıq ortaya? 1000 artırıram. 1000 də bircədən harada var? A variantında var. Aha, keçək biraz görün, fərqli sual görürəmmi sizin üçün? Baxıram burada bold keçmişdə, took keçmişdə, damage keçmişdə, keçmiş zaman üstündə dedim, həfəzdən danışdım. Məsələn, burada fərqli bir sual axtarıram ki, sizin üçün söyləyim. Bəli, yox. Davam edici zamana bir dənə görüm, tez tapa bilirəmmi? Tez davam edici zamana. Siz görürsünüz, əmizar plus verb plus ing. Am playing, is playing, are playing, belə bir test. 44-də? 44-də haradadır is?
çətin cümlə deyirəm, davam edici zamanda olsun. Davam edici zamanda da 100. 118-ci sualın izahı ilə baxırıq. 118-ci sualda the police mübtəda are talking xəbər statements tamamlıq. Əvvəlinə keçirəm statements-ı. Statements keçirdiyi A variantını çıxdım. Bir dənə nağdı. All the witness də keçə bilər əvvəl. Çünki o da tamamlıq. 2 dənə tamamlıq ola bilər bir cümlə. Və o zaman hər ikisini də əvvələ qoya bilər. Orada problem yoxdur. Əsas nəyə baxıram? Xəbərə baxıram. Are taking davam edici zaman. Davam edici zaman üstünlüdür. Əmizar plus being being yazılan söz plus verb. Yəni bizə being lazımdır. İndi A-da polis olduğu kimi səhvdir, A variantı səhvdir. B variantında being yoxdur deyə səhvdir. C-də being yoxdur deyə səhvdir. D-də being yoxdur deyə səhvdir. Qalır cavab nə? Y variantı. 118-də oldu cavab Y variantı.